أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم Bismillah, elhamdülillah, ve salatu ve selamu ala Resulillah. Rabbi şrah li sadri ve yassir li emri ve ahlul uqdeten min lisani yefqahu qavli. İslamda böyle bir fəzilətli bir hem isim, hem bir insan var. Kitab ve sünnet bunu hem aydınladıb, hem de bunun yolunu, xüsusiyyətlərini, xasiyyətlərini, məziyyətlərini bəyan edib. Bir var müsəlman. Müsəlman kimdir? İki şeyi özündə cəm edən kəsdir. Bir, tövhid əqidətini, bir də İslam əxlaqını. Bu ikisi bir yerdə olanda olur bir kamil bir müsəlman. Birinci o adamdır ki, Allah tövhidlə birləyir, şirki və şirkin əhlini tərk edib, bəraət edib. Muhammed ibn Abdülvahhab usulü sələsədə İslamı tərif edir. Yəni bu İslamın tərifi müsəlmanda ortaya çıxır. İstislamu lillahi bit tevhid, Allaha tövhidlə təslim olmaq və inqiyadu lehu bit ta'a, itaətlə boyun əymək, yəni şəriətinə, əmrinə və qadağasına. Və bəra'atu minəş-şirk və əhlihi, şirkdən və əhlindən bəraət edən kəs. Bunu kimin üzərində görsən, o adam müsəlmandır. Sonra ikinci tərəfi, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, Əl-muslimu mən sələməl muslimuna min lisanihi və yədihi. Müsəlman o kəsdir ki, əlindən və dilindən müsəlmanlar salamatdır. Bu adam müsəlmandır. Bir də var, insan olarak bir adamdır. Şəriətdə bu adama deyir ki, bu adam mürvətli adamdır. Bizim Azərbaycan dilində istifadə edilir bu söz. Keçmiş köhnə kişilər istifadə edirlər. İndiki kişilər heç ümumiyyətlə sözün özü də yaddan çıxıb, onun altında yatan şeylər də yoxdur. Keçmişdə babalarımız adımız bilmirəm indi, bəlkə eşitmişsiniz. Birini danlayanı deyirlər ki, adamın kişiliyi mürvəti olar. Və yaxud da birisi birini təhqir eləyəndə köhnə Azərbaycanlılar deyirdilər ki, mürvətsiz oğlu mürvətsiz. O mürvət ərəb sözüdür. Bəs bizim xalqa bu söz hardan qalıb? Pis hərəkət edəndə niyə onu belə söyürdülər? İslamdan qalıb. İndi uzun illər keçib, heç onun nə adı var, nə özü var, heç adı da yoxdur. Niyə də ki, İslamın heç nəyi yoxdur, bir dənə quru adı qalıb. Deyəndə birinə müsəlmansan, deyir, mən deyirəm ki. Onun kimi də cəmaatın, insanların çoxluğunda olan mürvətin heç nə özündən xəbərləri var, nə adından, təbii ki, hamıya aid deyil. İndi İslama müsəlmanlara gəldikdə, bizdəki müsəlmanlar bu qövümdən ortaya çıxırlar da. Elə bir ki, bir şeyin, hər hansı bir məhsulun ana maddəsi olur. Misal üçün, bir şey istehsal edir bir istehsalçı, deyir, soruşanda ki, bunun nədir materialı? Deyir, filan şeydən zətmişəm. Birisi bir yemək pişirdikdə deyirsən ki, bu yeməyi nədən pişirmirsən? Deyir, quzu ətindən pişirmişəm. Dana ətindən pişirmişəm. Nədənsə bir ətdən deyir də zətmişəm. Ustaya deyirsən ki, bu evi nədən tikmirsən? Deyir, daşdan, kərpicdən, nədənsə bir şeydən. Bu müsəlman da deyirik ki, deyirsiniz bu adamlar müsəlmandırlar. Bəs yaxşı, bu müsəlman olmaqları bildik. Bunlar nəçidirlər? Hansı millətdəndirlər? Kökləri nədir? Azərbaycanlıdırlar. Nə bilim, türkdürlər, nəsə. Ana yanı, məhsulun ana maddəsi insandır da, qövündür, millətdir. Demək, mürvət o şey deyilir ki, insanın özündə fitrətən, yaradılışında gözəl xüsusiyyətlər var. Hansı ki, onları hamı sevir o xüsusiyyətləri. İnsana xoş olan, insanlar tərəfindən, kütlə tərəfindən xoş qəbul edilən belə bir insana deyilir ki, mürvətli adamdır. Misal üçün, söz verəndə sözünü tutur, yalan danışmır, böyüyə kiçiyə hörmət edir, harada özünü necə aparmaq lazımdır bilir. Bizim Azərbaycanların belə loru dilində küçə leksikonunda var, deyirlər, panyatkalı adamdır.
Rus sözüdür kəlmə. Yəni bütün fitrətlər qəbul edir ki, bu yaxşıdır. İslamda da belə adama mürvətli adam deyirlər. Belə hala da, belə xüsusiyyətə də mürvət deyirlər. Mürvət əslən əl-mər'u ərəb dilində kişi sözündəndir. Mürvət kişi sözündəndir əsli. Ərəb dilində Mu'camul Vasit qamus kitabıdır. Yəni ərəb dilində olan sözləri açıqlayır. Xırdalayır ki, bu sözün mənası nədir? Bu Mu'camul Vasitdə əl-muruvə, mürvət maddəsini açıqlayır ki, ərəblər mürvət deyəndə nə qəsd edirlər? Deyirlər ki, əl-muru'atu ədəbun nəfsaniyyətun, nəfsani bir ədəblər toplumudur. Nəfsani olan, insanın özündə olan, yəni özünə bağlı olan bir, qıraqdan deyil elə, özündəndir. Nəfsani ədəblər toplumudur. Təhmilu muraatuha əl-insan alə vüquf ində məhasinil əxlaq və cəmilul ədət. Və bu nəfsani ədəblər toplumu da öz sahibini bütün gözəl əxlaqların o dayanacaq yerində o ədəblərlə özünü göstərir, ona riayət eləyir. Və həmçinin gözəl adətlər. Əv və ya hiyə kəməlur ruculə, kamil kişilikdir. Yəni mükəmməl kişi. Muruvə, mürvət. Mənası budur. Bu, ərəb dilində bu muruvət sözünün açıqlamasıdır ki, muruvə buna deyilir. Şəriət istilahında isə mürvət nəyə deyilir? Muaviyyə bin Əbu Sufyan radiyallahu anhumə deyir ki, əl-muruvə, mürvət. Tərkuş şəhəvat və isyanul həvə. Şəhvətləri tərk edib, havaya, insanın havasına üsyan etməkdir. İnsanın içərisində iki dənə Allahın yerləşdirdiyi xislət var. Pis, təhlükəli və zərərli. Hansı ki, o iki şey heyvanla insan arasında müştərəkdir. Heyvanda da var şəhvət, hava insanda da var. Heyvanın şəhvəti qabardıqda, şəhvətini yerinə yetirməkdən ötürü kimdənsə nədənsə utanır? Yox. Heyvana kənardan bax, itdir, pişikdir, toyuqdur, atdır, dəvədir, nəsə fərqi yoxdur. Əgər onun şəhvəti qabarıbsa, onun fərqi yoxdur orada kim var, atası var, anası var, insan var, kim var, edir etdiyini. Niyə? Çünki şəhvəti qabaran kimi şəhvətinin altına düşür, şəhvəti ona qalib olur, onu idarə edir. Bu heyvandır. Bir də var hava. İnsan havası var. Tamahı, istəyi, nəfsinə xoş gələn şeylər. İnsanda qabardıqda nə edir insan? Məğlub olur, düşür onun altına və o səni idarə edir. İki şey. Mürvətsə, yəni kamil kişi, o iki dənə şey nə edir? Hökümranlığı altına alır, atın cilovunu cilovlayan kimi onun ipi əlində olur, idarə edə bilir. Bu, Muaviyyə bin Əbu Sufyanın mürvətlə bağlı nə idi? Sözüdür, kəlamıdır. Mürvət budur. Şəriət mənasında, şəriət islahında mürvət buna deyilir. Əl-muru'atu tərkuş şəhəvat, şəhvətləri tərk edib, insanın özünün öz havasına üsyan etməsinə deyilir. Və qalə Bəhram bin Bəhram deyir ki, rahiməhullah, əl-muru'atu, muru'a, kişilik yəni, ismun cami'un lil məhasin kulluhə. Mürvət bütün gözəllikləri özündə cəm edən külliyyata deyilir. Bütün yaxşılıqları, bütün xoş gələn şeyləri, xüsusiyyətləri, xasiyyətləri, həmçinin əməlləri. Və bu elə bir fəzilətli bir şeydir ki, Allah təbaraka və teala mürvəti sevir. Mürvəti sevir və mürvətdən razıdır. Əksi olan şeyləri isə Allah subhanahu və teala, mürvətin əksini isə Allah təbaraka və teala sevmir və nifrət edir.
Fəqad rabat Tabaraniyu bi sanadin sahih və İbn Adi və qeyruhuma. İmam Tabarani rəvayət edir sahih sənədlə, həmçinin İbn Adi rəvayət edir bu hədisi. An Al-Huseyn bin Ali radiyallahu anhuma. Peyğəmbər sallallahu aleyhi ve sellemin nəvəsi Huseyn bin Ali, İmam Huseyndən rəvayət edir. Demək, Huseyn radiyallahu anhu deyir ki, babasından rəvayət edir. Deyir, qalə Rasulullah sallallahu aleyhi ve sellem. Rasulullah sallallahu aleyhi ve sellem demiştir. İnna Allah Teala yuhibbu ma'alil umur ve aşrafuha. Həqiqətən Allah üstün, fəzilətli, şərəfli şeyləri sevir. Və yəkrahu səfəsifihə. Alçaq, şərəfsiz, həqir, pis işlərə nifrət edir. Bu ümumi mürvətin nə idi? Fəzilətidir. Allah təbaraka və teala sevir mürvəti. Alçaqlığı, şərəfsizliyi, pis, murdar, həqir hərəkətləri, əməlləri insanları isə sevmir. Demək, mürvət insanda olan xislətdir. Fitrətində olur. Və din onu nə edir? Din onu təsdiqləyir. Misal üçün, bir insandır, İslamdan öncə doğru danışan adam olub. İslam doğru danışmağa əmr etmir ki, İslamsız da, Quransız, sünnətsiz də bu bilirdi ki, düz danışmaq lazımdır və danışırdı da. İslam gələndə nə etdi onu? Əslində o insanı təsdiqlədi. Allah və Rəsulü. Bir insan vəfalı bir insandır. İslam vəfanı əmr etmir ki, İslam gəlməmişdən də bu adam vəfalı idi. İslam gəlir, onun vəfalı olmasını təsdiqləyir. Bir insan əmin insandır. İslam gəldikdə onu təsdiqləyir. Misal, Peyğəmbər sallallahu aleyhi ve sellem insana xas olan nə qədər üstün alim, mürvət varsa, risalətdən qabaq onun hamısı Peyğəmbər sallallahu aleyhi ve sellemdə var idi. İslam gəldi, kitab nazil oldu. Allah Azza və Cəllə insana yaxşı əxlaq olaraq əmr etdiyi hər şey Peyğəmbərdə yox idi ki, hamısı var idi. Peyğəmbər sallallahu aleyhi ve sellem Allahın yaxşı əmr etdiyi nə varsa, hamısı Peyğəmbər sallallahu aleyhi ve sellemdə var idi. Niyə? Mürvətli insan idi. Hətta nəinki insani keyfiyyətlər, hətta Peyğəmbər sallallahu aleyhi ve sellem də tövhid də var idi. Müşrik deyildi. Tövhidin özü də mürvətdir. Bir insan əgər fitrətən muvahhiddirsə, o mürvətli insandır, kişi adamdır. Ancaq bir insanda fitrətən tövhid yoxdursa, şirk var, müşrikdirsə, mürvətsiz adamdır. Allahla münasibətdə. Tövhidin özü də kişiliyin içərisinə daxildir. Şirkin özü də mürvətsizliyin içərisinə daxildir. Əbu Bəkir Əl-Mərzəban adlı bir müəllifin Əl-Muruvə adında kitabı var. Mürvət. Kitabın adı Mürvətdir. Bu kitabda İbn Abbasın belə bir sözünü rəvayət edir. Qalə İbn Abbas radiyallahu anhuma. İbn Abbas tərcümanil Qur'an. Quranın tərcümanı deyir ki, Əl-Muruvə, mürvət. Ən tuhaqqiqə ət-təvhid. Tövhidi yerinə yetirməkdir. Tövhid özü mürvətdir. Şirk isə mürvətsizlikdir. Deyir ki, Əl-muru'atu ən tuhaqqiqə ət-təvhid. Mürvət tövhidi təhqiq etməkdir. Və tərkəbə nəhcəs sədid. Doğru yola çıxmaqdır. Sırat-ül müstəqimə. O da mürvətdir. Doğru yolda olmaq. Və təssədi'i minallahi əl-məzid. Və Allahdan davamiyyətli şəkildə bunun artırmasını istəməkdir. Yəni hidayəti, tövhidi, İslamı daha artıq olmasını Allahdan istəməkdir. İbn Abbas'a görə bu nədir hamısı? Tövhiddir. Tövhidin özü də, əqidənin özü də mürvətin içərisinə daxildir. Və Ömər bin Xattab radiyallahu anhu deyir ki,
El-muru'atu muru'atani. Mürvət iki cürdür. Mürvət iki cürdür. Muru'atun zahiratun. Zahiri mürvət. Və muru'atun batinatun. Batini mürvət. Yəni insanın içində olan, görsənməyən. Fəl-muru'atu zahiratu ər-riyaş. Zahiri mürvət insanın libasıdır, zahiri görkəmidir. Baxırsan ki, geyim keçim təmizdir, səliqəlidir, həyalıdır və s. O zahiri mürvətdir. Zahiri mürvətsizlik də var. İnsanlar baxsan, cinsi kişi də arvad kimi geyinir. Elə o zahirən baxsan ki, bu mürvətsiz adamdır. Ya baxırsan ki, nəysə bu uyğun geyimdir. Bu geyim insana ayıb olan bir geyimdir. O da mürvətsizlikdir. Ömər ibn Xattab deyir ki, mürvət iki cürdür. Bir zahiri, bir ikinci batini. Zahiri mürvət ər-riyaş. Zahiri geyimidir, görkəmidir. Vəl-muru'atul batinatu. Batini mürvətsə, yəni insanın içində olan batini mürvətsə, əl-ifəf, iffətdir. İnsanın içində var. Allah Subhanahu taala verib iffət. Din də onu təsdiqləyir. İffət insanı qoruyur. Pis əməllərdən, pis işlərdən. İffətli insanı sevirlər. İffətsizlik isə həyasız insan. Əxlaqsız, yerini bilməyən. Heç kim sevmir elə insanı. Və o iffət də mürvətin içərisinə daxildir. Və bu sələfin yanında mühüm bir şeydir. Bir insanı araşdıranda hər hansı bir işdən ötürü, şahidlikdən ötürü ya başqa bir işdən ötürü birinci müsəlman qarşısında olan dinini bilir ki, bunun etiqadı, əqidəsi, dini nədir? İkinci, insanın lazım olan şeyi hansı ki, insanlar yanında qəbul edilir, insanın mürvətidir. Necə insandır? Və sələf, rahiməhumullah, mürvətsizliyə nifrət ediblər, mürvətsizlikdən qaçınıblar. Ən xırda işdə belə. Ən bəsit bir işdə belə. İmam Şafii rahiməhullah deyir ki, mürvətlə bağlı. Deyir, "Ləv alimtu ennel ma'al barid yaslumu min muru'ati şey'an ma şəribtu illə harra." Deyir, əgər bilsəm ki, soyuq su içmək mürvətimə nəsə az da olsa zərər törədər, mən həmişə onu qızdırıb içərəm. Soyuq su içmək mürvətimə nəsə bir əskildər, yasırım, azaldar. Həmişə deyir, onu qızdırıb içərəm. Niyə? Yəni, demək istəyir ki, öyrətmək istəyir ki, mürvət belə bir əhəmiyyətli bir şeydir. Bu, mürvət sahibi o adama deyilir ki, yəni, əsl kişidir. Xüsusiyyətləri də bunlardır. Hədləri, məziyyətləri, bax, bu şeylərdir. İslamda budur, mürvət budur. Bir neçə il bundan öncə bir dərs etmişdim mən. Orada bu məsələ onun içərisində var idi. İslamda kişi kimə deyilir? Orada bu barədə, mürvət barəsində zikr etmişdim. El-muruvvə. Misal üçün, bəzən görürsən ki, bir şeyin fətvasını soruşurlar elm əhlinə, alimlərə. Kitablarda rast gəlinir, elm tələbələri rast gəlirlər oxuyanda ki, bəzən görürsən bir alimə sual verirsən ki, bu şəriətdə haramdır yoxsa halaldır? Deyir ki, halal haram olmasını deyə bilmərəm, ancaq mürvətdən deyil. Yəni, çəkin etmə bunu. Elə şeylər var ki, onun şəriətdə hökm tapa bilmirsən. Ancaq fitrətən bilsən ki, bu mürvətə zid bir şeydir. Hətta fətva verəndə belə şəriətdən halal, haram olmasına dəlalət edən bir nas olmadıqda susanda, ancaq fətvanı verən bilir ki, bu əməl pis, yaxşı əməl deyil. Mütləq şəkildə qeyd edir ki, şəriətlə halal, haram olması barəsində nas yoxdur, ancaq mürvətə ziddir. Yəni, etmə bunu. Niyə? Çünki önəmli bir şeydir ki, mürvət də belə fətva verəndə gözlənilir ki, bir şey mürvətə ziddirsə, kişiliyə ziddirsə, ondan insanları çəkindirirlər. İslamda muruvva buna deyilir. Müsəlmanlar üçün faydalı olsun deyə, yəni, İnsan var 10 il İslamda da mürvət sözünü bəlkə eşitməyib və yaxud da eşitib heç bilmir nə olan şeydir. İslamda necə baxırlar buna? İnsanlar elə bilirlər ki, İslam elə ancaq şeydir, tağıda küfr edib, Allaha iman gətirib. Namaz qılmayan kafirdir, bu qədər. Yox. İslamda o qədər şeylər var ki, 40 ildə bundan sonra ola bilsin yaşasız,
Elə bir mövzu var ki, ola bilsin ki, onu bilməyəcəksiniz. 40 ildən sonra işlədəksiniz. Genişdir İslam. Və mürvət də İslam mövzularından bir mövzu kimi danışılan bir mövzu deyil. Yəni, elə bir mövzudur ki, dindən danışan insanlara baxsan, belə şeylər danışmırlar. İslamda mürvət budur. Əhəmiyyətli bir şeydir. Mürvətsiz müsəlman təsəvvür olunan müsəlman deyil. Və yaxud da Allah və Rəsulunun sevdiyi müsəlman deyil. Heç insanların da sevdiyi kəs deyil. Mürvət dinin özü qədər bir əhəmiyyətli bir nədir? Mövzudur. Və İslamın izzətli dönəmində İslamı dünyaya çatdıran dilləri ilə, kafirlərə qarşı cihadları ilə kişilərin həyatına baxsan, başda Muhammed sallallahu aleyhi ve sellem olmaqla və onun 4 xəlifəsi və ətrafında olan sahabələr olmaqla, Bədirdəki Peyğəmbər sallallahu aleyhi ve sellem olan 300 nəfər sahabə olmaqla və onlardan sonra başqa sahabələr olmaqla, onların həyatına baxsan, oxusan, insanlıqlarını, kişiliklərini, həyatlarını, insani keyfiyyətlərini görəcəksən ki, onlar hamısı mürvətli insanlar olublar. Ən yüksək səviyyədə mürvət nədirsə, həmin o mürvət sahibi olan insanlar olublar ki, Allah subhanət hələ onların əli ilə, dili ilə öz dinini yer üzərində iqamə edib, tövhidi şirkin üzərində edib. Mürvətsiz bir toplum istəyir, milyonlarla olsun. Allahın elə insanlara ehtiyacı yoxdur. Mürvətsiz insanlarla, keyfiyyətsiz insanlarla, nakişi adamlarla din iqamə olunmaz. Tövhidi bağırsalar da belə, içində o adamın, toplumun mürvət yoxdursa, o toplumda xeyri yoxdur. Belə bir əhəmiyyətli bir işdir. Onun üçün mürvəti öyrənirsən, tanıyırsan, bildin mürvət nədir. Ondan sonra insanlara baxdıqda, müamilə etdikdə, dinindən sonra bir mürvətinə də bax. Elə insanlarla yaxın ol, elə insanları yaxına bırax. Ancaq dinə görə, sırf dinə görə yaxınlıq etdiyin insanlar, sırf dinə görə yaxın məsafəyə buraxdığın insanlar çox vaxt görəcəksən ki, başqa şey çıxır içindən. Dinlə insan aldana bilir. Həm də insanları dinlə aldada bilirlər. Din ticarəti var, din tacirləri var. İnsanları namazla aladılar, cihadla, həclə, o qədər şeylərlə insanları aladılar ki. Ancaq mürvətinə əmin olduğun adam, mürvətinə əmin olduğun toplum, əmin ol ki, səni etibar anlatmayacaqlar. Şərəfsizlik etməyəcəklər. Nakişilik etməyəcəklər. Vəfasızlıq etməyəcəklər. Onun üçün bu çox mühüm bir mövzudur. Mürvət mövzusu. Allah subhanahu wa ta'alədən istəyirəm ki, bizi eşidib faydalanlardan etsin. Allah subhanahu wa ta'ala dəvətimizi bərəkətləndirsin. Bizi mürvətli insanlarla birlikdə etsin. Mürvətsiz insanları da bizdən uzaq etsin. Və əxiru dəvana enelhamdülillahi rabbil alemin. Subhanəkallahum və bihamdik. Əşhədu ən la iləhə illə əntə əstəğfiruka və etûbü ileyk.